Salamlayıram hər birinizi. Coğrafiya imtahanlarında, coğrafiya suallarında bir çox vaxtı belə bir şeylə qarşılaşırsınız ki, məsələn, hər hansı bir coğrafi obyekt neçə yarımkürədə yerləşir, hər hansı bir çay, dağ, ölkə və yaxud da qitə, materik 2 yarımkürədə yerləşirmi, 3 yarımkürədə yerləşirmi və yaxud da 4 yarımkürədə yerləşirmi və bunu bəzən anlamaqda insanlar çətinlik çəkir ki, ümumiyyətlə 2 yarımkürə, 3 yarımkürə nə deməkdir? Biz bunu necə müəyyənləşdirə bilərik və necə yadda saxlaya bilərik ki, coğrafi obyektlər neçə yarımkürədə yerləşir? Mən istəyirəm bugün sizinlə bunun mahiyyətini dərk eləyək və bundan sonra ümid edirəm ki, artıq bu məsələ sizin üçün heç də çətin olmayacaq. Gəlin birincisi burada razılaşaq ki, yer kürəsində 4 yarımkürə mövcuddur. Şimal, cənub, şərq və qərb yarımkürələri. 4 yarımkürə mövcuddur. Gəlin mən sizə onları göstərim. Baxın, əgər biz buradan ekvator xəttini çəksək, bu bizim nədir? Ekvator xəttimizdir. Biz bilirik ki, ekvator xəttindən yuxarı tərəf bizim üçün sayılır nə? Şimal yarımkürəsi, yəni şimal tərəfə. Aşağı tərəf, yəni cənub qütbünə tərəf bizim üçün sayılır cənub yarımkürəsi. Beləcə bizim 2 dənə yarımkürəmiz olmuş oldu artıq. Şimal və cənub yarımkürəsi, düzdürmü? Və biz bilirik ki, bir də bizim 0-cı meridianımız var. Biz buna nə deyirik? Greenwich meridianı adını veririk. Baxın, bu meridiandan gedir söhbət. Greenwich meridianından biz belə xəritəyə baxdıqda sağ tərəf, ta ki, bax, bu 180 dərəcəli meridiana qədər. Bu 180 dərəcəli meridiandır. 0 dərəcə ilə 180 dərəcə əks meridianlardır. Bax, bu 0 dərəcədən 180 dərəcəyə qədər bu tərəf sayılır şərq yarımkürəsi. Və digər tərəf isə yenə 0 dərəcədən, baxın, bu 180 dərəcəli meridiana qədər sayılır qərb yarımkürəsi. Və beləcə 4 dənə yarımkürə olmuş oldu. Şimal, cənub, şərq, eyni zamanda burada şərqdir də, aydın məsələdir. Çünki Greenwichdən sağladı və yaxud da bu tərəfdə nədir? Qərb yarımkürəsi hesab olunur. Beləcə 4 yarımkürə oldu. Buraya qədər anladıq. İndi biz bu şeyə başa düşməliyik, burada razılaşmalıyıq ki, hər hansı bir coğrafi obyekt, bu bir çay da ola bilər, göl də ola bilər, ölkə də ola bilər, materik, qitə, hər hansı ada, hər hansı bir coğrafi obyekt ən azı 2 yarımkürədə yerləşir. Yəni, heç bir coğrafi obyekt 1 yarımkürədə yerləşə bilməz. Ən azı 2 yarımkürədə yerləşir. Niyə görə? Çünki istənilən bir coğrafi obyekt ekvatordan ya şimalda, ya da cənubda yerləşir. 1 yarımkürə burada oldu mu? Və istənilən coğrafi obyekt Greenwich meridianına nəzərən ya şərqdə, ya da qərbdə yerləşir. Burada da 1 yarımkürə oldu. Beləcə 2 yarımkürə olmuş oldu avtomatik, ən azı. Gəlin baxaq. Məsələn, tutaq ki, biz Madagaskar adasını götürürük. Madagaskar adası 2 yarımkürədə yerləşir. Niyə? Madagaskar adası gördüyünüz kimi ekvatordan cənubdadır. Deməli, Madagaskar adası cənub yarımkürəsində yerləşir. Eyni zamanda Madagaskar adası Greenwichdən gördüyünüz kimi sağdadır. Yəni, Madagaskar adası həm də şərq yarımkürəsində yerləşir. Deməli, Madagaskar 2 yarımkürədə yerləşmiş oldu. Cənub və şərq. Və yaxud da bunu Azərbaycan üçün baxaq. Biz görürük ki, Azərbaycan Respublikası baxın burada yerləşir. Azərbaycan 2 yarımkürədə yerləşir. Ekvatordan yuxarı hissədə olduğuna görə biz buna şimal yarımkürəsi deyirik və Greenwichdən sağda olduğuna görə şərq yarımkürəsi deyirik. Beləcə Azərbaycan da şimal və şərq, yəni 2 yarımkürədə yerləşmiş oldu. Bunu yer kürəsində olan bütün nöqtələr üçün sınaya bilərsiniz, istənilən ərazi üçün sınaya bilərsiniz. Ən azı 2 yarımkürədə yerləşir. Ən azı. Amma bəzi hallarda coğrafi obyektlər 3 və 4 yarımkürədə də yerləşə bilir. Bu necə olur? Əgər verilən coğrafi obyekti ekvator xətti, yaxud Greenwich xətti və yaxud da 180 dərəcəli meridian. Bax, bu üçündən biri kəsirsə, hər hansı bir dənəsi, bir daha deyirəm, ekvator xətti və yaxud da Greenwich meridianı və yaxud da 180 dərəcəli meridian. Bu üçündən hər hansı bir dənəsi coğrafi obyekti kəsirsə, o 3 yarımkürədə olmuş olur. Gəlin bir neçə nümunəyə baxaq. Məsələn, Cənubi Amerika materiki gördüyünüz kimi ekvator xətti ilə kəsilir və o 3 yarımkürədə yerləşir. Niyə görə? Bax, bu Cənubi Amerika materiki. Ekvator xətti kəsir. Cənubi Amerikanın bir hissəsi ekvatordan şimalda, bir hissəsi isə cənub yarımkürəsində yerləşir. Eyni zamanda Cənubi Amerika materiki Greenwich meridianından qərbdə yerləşir. Düzdür?
Yəni eyni zamanda həm də qərb yarımkürəsidir. Deməli Cənubi Amerika materiki 3 yarımkürədə yerləşir. Şimal, cənub və qərb yarımkürələrində yerləşir. Yaxşımı? Və yaxud da eyni şeyi biz İngiltərə üçün də deyə bilərik, Böyük Britaniya üçün də deyə bilərik. Baxın, Böyük Britaniyadası düzdür? Greenwich xətti kəsir. Greenwich xətti kəsirsə, onun bir hissəsi Greenwichdən şərqdə, bir hissəsi Greenwichdən qərbdə yerləşir, 2 yarımkürə oldu. Həm də ekvatordan yuxarıda, yəni şimalda yerləşir deyənə bir də şimal yazıram. Yəni qərb, şərq və şimal. Və beləcə 3 yarımkürədə yerləşdi. Və yaxud da, məsələn, Kalimantan adasına baxaq. Baxın, bu Kalimantan adasıdır. Kalimantan adası ekvatorla kəsilir gördüyünüz kimi. Buna görə də Kalimantan adası da 3 yarımkürədə yerləşir. Baxın, ekvatordan yuxarıda bir hissəsi bu oldu şimal yarımkürəsi. Bax, bu hissəsi ekvatordan cənubdadır. Bu cənub yarımkürəsi. Eyni zamanda Greenwichdən sağda olduğuna görə bu şərq yarımkürəsi hesab olunur. Yəni şimal, cənub və şərq yarımkürələrində 3 yarımkürədə yerləşir. Bəs hansı halda coğrafi obyekt 4 yarımkürədə yerləşər? Bu o halda olur ki, həmin coğrafi obyekti həm Greenwich xətti, həm də ekvator kəssin. Və yaxud da həm 180 dərəcəli meridian, həm də ekvator kəssin. Məsələn, Afrika materiki 4 yarımkürədə yerləşir. Niyə görə? Afrika materikini fikir versəz, Greenwich xətti kəsir, ekvator xətti də kəsir. Hər ikisi kəsir. Deməli, Afrikanın ekvatordan yuxarıda olan hissəsi də var, şimal. Aşağıda olan hissəsi də var, cənub. Eyni zamanda Greenwichdən sağda olan hissəsi də var, şərq. Solda olan hissəsi də var, qərb. Beləcə, Afrika 4 yarımkürədə yerləşmiş oldu. Və yaxud da, baxın, burada ekvatorla Greenwichin kəsişdiyi yeri Qvineya körfəzi var Afrikada. O da yenə 4 yarımkürədə yerləşmiş olur. Yaxşı başa düşmək və yadda saxlamaq üçün belə bir şey eləyə bilərik ki, xəritələrdən istifadə edərək Greenwichin, ekvatorun və 180 dərəcəli meridianın kəsdiyi həm fiziki coğrafi obyektləri, yəni dağları, çayları, düzənlikləri, materikləri, həmçinin də siyasi xəritədən ölkələri siz videonun şərh bölməsinə yaza bilərsiniz və bu sizin üçün həmçinin də konspekt qeydiniz olmuş olar. Həm özünüz bundan faydalana bilərsiniz, həm də digər insanlar faydalana bilər. Sağ olun, uğurlar arzulayıram hər birinizə.